Xeyirli olsun əziz və dəyərli dostlar. Bu gün sizlərlə birlikdə Dövlət İmtahan Mərkəzinin test toplusundan ahəng qanunu bölməsinin suallarını izahına nəzər salacağıq. Qeyd edim ki, saitlər və samitlər bölməsi demək keçən videoda orada deməli sualların izahlarına nəzər saldıq. Bu gün isə ahəng qanunu heca və vurğu bölməsinin suallarını işləyəcək. Elə isə gəlin vaxt itirmədən başlayaq. Deməli, birinci sualdan başlayırıq dostlar. Hecalara düzgün bölünməmiş sözlərin cərgəsini müəyyən edin. Həmin, traktor. Burada bütün sözlərin hecalara bölünməsi tamamilə doğrudur. Bizə lazım deyil. Soy, ad, hərbi. Bu da doğrudur, lazım deyil. Bədii, sarımtıl. Bəli, doğrudur, lazım deyil. Dağıstan, avtoqraf. Dostlar, avtoqraf sözün hecalara bölünməsi avtoqraf kimi olmalıydı. Yəni, bunları bölmək olmaz. Bölə bilmərik. Ona görə ilə doğru cavabımız qalır D variantı. Dağıstan sözündə də dağıstan kimi hecalara bölünür. Bizə lazım deyil. Deməli, uzun mexanika sözlərində də həmçinin doğru hecalara bölünür. Bizə lazım deyil. Doğru cavabımız qaldı D variantı. Keçirək növbəti sualımıza. İkinci sual. Ahəng qanuna tabe olmayan sözlərin cərgəsini müəyyən edin. X, speaker, önlük, əzik. Bu sözlərdə incə saitlərin ahəngi gözlənilib. Ona görə doğrudur. Bizə lazım deyil. Ev, eşik, duyğu, güllü. Heç bir sözdə ahəng qanunu pozulmayıb. Epiqraf, epilepsiya, evakuasiya. Bütün sözlərdə dostlar gördüyünüz kimi incə və qalın saitlər olduğuna görə burada bütün sözlərdə ahəng qanunu sayılmış hesab olunur və doğru cavabımız qalır C variantı. Keçirik növbəti suala. Ahəng qanunu hansı sözdə sonuncu hecada pozulmuşdur? Müqavilə sözündə ümumiyyətlə bütün hecalar demək olar pozulub. Üzr istəyirəm, bütün hecalar yox, yəni orta hecada, müqada, ikinci hecada ahəng qanunu pozulub. Yəni sonuncu hecada olmadığına görə bizə lazım deyil, atırıq. Ailə sözündə birinci və ikinci hecalarda belə deyək pozulub, digərlərində yoxdur. Baməzə sözündə ümumiyyətlə deməli birinci hecada pozulub, lazım deyil. Müddəa sözündə gördüyünüz kimi birinci və ikinci heca incə saitlərin ahəngi gözlənilib. Üçüncü hecada isə qalın sait olduğuna görə ümumiyyətlə deməli D variantında, yəni müddəa sözündə ahəng qanunu sonuncu hecada pozulmuş hesab edilir və doğru cavabımız qalır D variantı. Dördüncü suala baxaraq, ahəng qanunu hansı sözdə pozulmamışdır? Lokallaşdırma sözündə ahəng qanunu pozulmayıb, elə ona görə doğru cavabımız qalır A variantı. Hansı cərgədəki sözlərin hamısında ahəng qanunu pozulmuşdur? Odun, boru sözlərində ahəng qanunu pozulmayıb, hərrac sözünə pozulub. Birində biri pozulub deyə bizə lazım deyil. Qələbə, beynəlmiləl, eqoizm. Eqoizm sözündə yalnız pozulub, digərlərində pozulmayıb, bizə lazım deyil. Qaşıq, deşik, səfalət. Səfalət sözündə gördüyünüz kimi pozulub, bu da lazım deyil. Musiqi, batareya, yemişan sözlərin hər deməli üçündə ahəng qanunu pozulmuşdur. Ona görə doğru cavabımız qalır D variantı. Sözlərdən birinin hecalara bölünməsi yanlışdır. Etibarnamə, etibarnamə. Bu doğrudur. Türkmənistan. Deməli, doğrudur. Açırıq. Dağıstan. Deməli, Dağıstan sözündə düzdür. Atırıq. Respublika. Tamamilə yanlışdır. Respublika olmalıydı. Deməli, doğru cavabımız D variantıdır. 7-ci sual. Hansı cərgədə sözlərin hamısı düzgün hecalara bölünmüşdür? Komandir. Yazıçılıq. Yazıçılıq olmalıdır. Lazım deyil, atırıq. Komandir. Yanlışdır. Ümumiyyətlə ola bilməz bu. Komandir. Yazıçılıq. Protokol. D variantı tamamilə doğrudur. Doğru cavabımız qalır D variantı. 8-ci sual. Ahəng qanuna tabe olmayan şəkilçiləri göstərin. Keş, dar, kar, vi. Elə doğru cavabımız A variantıdır. A-nı götürürük. Çünki bu şəkilçiləri hansı sözə qatsaz, əlavə eləsəz, məsələn, orada ahəng qanunu tabe olmayacaq həmin söz. Məsələn, tərəfdar sözünü götürək. Tərəfdar sözündə tərəf sözünün köküdür, dar şəkilçidir və tərəfdar sözü ahəng qanunu tabe olmayan sözdür gördüyünüz kimi. 9-cu suala baxırıq. Vurğusu dəyişməklə mənası dəyişməyən sözlər hansılardır? Gözlə, bir də var gözlə. Deməli, burada mənası dəyişir, ona görə bir olan variantlarımızı atırıq, lazım deyil. 2 də xeyli. Xeyli sözündə dəyişmir. Götürürük ona görə 2-ni. Büzmə, bir də var büzmə. Burada 3-də də dəyişir, lazım deyil. Bizə azdır, bir də var azdır. Yəni kimisə nəyisə azdırmaq məsələn, yaxud da ki, deyirsən ki, məsələn, bunların miqdarı çox azdır. 4-ü deməli götürürük. Üzr istəyirəm, götürmürük çünki bizim dəyişməyənlər istəyir. 4 olan variantlarımızı atırıq. Doğru cavabımız qaldı Y variantı. Keçirik 10-cu suala. Hansı cərgədəki sözlər hecalara düzgün ayrılmışdır? Memuar, əlcək, soy, ad. Deməli, elə doğru cavabımız A variantıdır.
Memuar, əlcək, soy ad. Bütün sözlər hecalara düzgün bölünüb. Keçirik 11-ci suala. Hansı sözdə həm ahəng qanunu pozulmuş, həm də uzun sait işlənmişdir? Deməli, səma sözündə ahəng qanunu pozulub, amma uzun sait yoxdur. Namus sözündə ahəng qanunu pozulmayıb. Ümumiyyətlə buna lazım deyil bizə, çünki pozulmuş istəyir. Bəziləri burada pozulma yoxdur. İncə saitlərin ahəngi gözlənilib atırıq. Şücaət sözündə şücaət A saiti uzanır, həm də söz ahəng qanuna tabe deyil. Deməli, doğru cavabımız C variantıdır. 12-ci sual. Sözlərdən birində vurğunun yerini dəyişməklə sözün mənası da dəyişir. Deməli, dostlar, baxaq. Optika sözünün ümumiyyətlə burada vurğusu dəyişməklə mənası dəyişən söz deyil, atırıq. Qarı sözü həmçinin deyil. Tale sözü xeyir. Hakim sözü xeyir. Orqan sözü, biri var orqan, insanın məsələn, deməli orqanları mənasında anatomik termin kimi. Bir də var ki, hakimiyyət orqanı məsələn mənasında. Ona görə doğru cavabımız olur Y variantı. 13-cü sual. Hansı sözdə vurğu sonuncu hecəyə düşmür? Yazmışdır. Yazmışdır sözündə vurğu ikinci hecəyə düşür. Bizə lazım deyil. Bunu istəyir. Tamam. Bizdən vurğusu sonuncu hecəyə düşməyəni istəyir. Elə o cavabımız A variantı. Niyə? Çünki burada vurğu ikinci hecəyə düşür. Oxusalar sözündə oxusalar sonuncu hecəyə düşür. Əsərlərin sözündə əsərlərin sonuncu hecəyə düşür. Gəldilər sonuncu hecəyə düşür. Meşədəki sonuncu hecəyə düşür. Doğru cavabımız olur A variantı. 14-cü sual. Sözlərdən birinin vurğusu düzgün göstərilməmişdir. Olmaya sözündə vurğu birinci hecəyə düşür. Deməli, bu doğrudur. Atırıq. Oxumuşdun sözündə vurğu muşa düşür. Yəni ikinci hecəyə. Deməli, doğru cavab B variantıdır. B-ni götürürük. Qandır sözündə vurğu qandır. Biri var, bir də var qandır. Yəni ikisinə də düşsə biz doğru götürə bilərdik. Onlarla sözündə lara düşür. Yazdır sözündə dıra düşür. Bəli, doğru cavabımız B variantı. Hansı sözlərdə vurğu birinci hecəyə düşür? Mexanika sözündə vurğu ikinci hecəyə düşür. Bir olan variantlarımızı atırıq. Kataloq sözündə taya düşür. Yəni ikinci hecəyə düşür. Ona görə ikini də atırıq. Dovşan sözündə vurğu ikinci hecəyə düşür. 3 olan variantlarımızı atırıq. Qaldı cavabımız Y variantı. Gəlin baxaq. 5, 6, 7. Yumor sözündə vurğu yuya düşür. Hospital sözündə birinci hecəyə düşür. Hospitala. Deməli, marşal sözündə vurğu mara düşür. Yəni birinci hecəyə. Doğru cavabımız qaldı Y variantı. 16-cı sual. Hansı cərgədəki sözlərdə vurğu sonuncu hecəyə düşür? Tələbədir sözündə vurğu üçüncü hecəyə, yəni bəyə düşür. Bir lazım deyil, bizə atırıq. Deməli, nəğməkar sözündə vurğu sonuncu hecəyə düşür. Ağac dələn sonuncu hecə, çəmənlik sonuncu hecə. Deməli, 16-cı sualda elə doğru cavabımız B variantıdır. Gəlin digərlərinə də baxaq izah üçün. Lirika sözündə vurğu birinci hecəyə düşür. Poeziya Y-yə düşür. Afrika birinci hecəyə düşür. Klinika birinci hecə. Sponsor birinci hecə. Vokal sonuncu hecə. Fabrik birinci hecə. Coğrafiya ikinci hecə. Romantika üçüncü hecə. Üzr istəyirəm, ikinci hecə. Doğru cavabımız qaldı B variantı. Digərlərinə baxaraq 17-ci sual. Hansı cərgədəki sözlərdə vurğunun yerini dəyişməklə sözlərin mənası dəyişir? Biri var lirik, biri də var lirik. Komediya sözündə isə amma dəyişmir, atırıq. Bildir, bildir. Bir də var ki dimdik, bir də var dimdik. Elektrik, elektrik. Dostlar, elektrik satirik tipli sözləri biz həm deməli insan mənasında, həm də ümumiyyətlə anlayış mənasında. Yəni ki, məsələn, elektrik naqili biri var deyək. Bir də var ki, elektrik, yəni elektrik işi ilə məşğul olan insana deyilir. Doğru cavabımız B variantıdır. Bir var bildir, nəyisə bildirmək mənasında. Bir də var ki, bildir, yəni keçən il, ondan əvvəlki deməli, yəni illər, zamanlar mənasında anlaşılır. Biri var dimdik, yəni quşun dimdiyi mənasında, biri var dimdik dayanmışdı, yəni dik formada dayanmışdı. Doğru cavabımız qalır B variantı. 18-ci sual. Vurğusu son hecəyə düşməyən sözlər cərgəsini müəyyən edin. Parabola, relyef, relyef sözündə deməli, vurğu düşür, relyef birinci hecəyə, reaksiya ikinci hecəyə düşür, vurğu bizə lazım deyil. Vegetasiya üçüncü hecəyə düşür, vurğu sona düşmür. Yəni atırıq. Flora birinci hecəyə düşür. Üzr istəyirəm, düşməyənlər istəyir. Funksiya sözündə birinci hecəyə, ellipsis sözündə isə birinci, deməli, ikinci hecəyə düşür, ellipsis. Deməli, doğru cavabımız qalır C variantı. Yəni, burada heç birində vurğu sonuncu hecəyə düşmür. Leksika sözündə vurğu birinci hecəyə düşür. Təkrir sözündə vurğu sonuncu hecəyə düşür. Neyron sözündə sonuncu hecəyə düşür. Fonetika sözündə ikinci hecə. Poeziya sözündə ikinci hecə. Sulfat sözündə ikinci hecə. Deməli, doğru cavabımız qalır C variantı. 19-cu sual. Hansı sözlərdə vurğu birinci hecanın üzərinə düşür? Əsla sözündə vurğu birinci hecəyə düşür. Bəli, bir olmayan variantlarımızı atırıq. Nida
sözündə vurğu ikinci hecəyə düşür, ikini saxlayırıq. Üzr istəyirəm, birinci hecəni istəyir bizdən. Aha, tamam. Qəti sözündə vurğu ikinciyə düşür, bizə lazım deyil. 3 olanları çıxırıq. Əlbəttə sözündə vurğu ikinci hecəyə düşür. 4 bizə lazım deyil, atırıq. Kafedra birinci heca, bəzi birinci heca, viza birinci heca, vida ikinci heca. Deməli doğru cavabımız qaldı 1, 5, 6, 7 A variantı. 20-ci sual. Vurğusu son hecəyə düşən sözləri müəyyən edin. Nəzirə. Vurğu sona düşür, biri götürürük. Bir olmayan variantlarımızı atırıq. Qrafika. Birinci hecəyə düşür, 2 olan variantlarımızı atırıq. Doğru cavabımız qaldı Y variantı. Görün necə sadədir, rahatdır. Variantları sadəcə atmaqla rahatlıqla cavabı tapmaq olur. 21-ci suala baxırıq dostlar. Vurğusu ikinci hecəyə düşən terminləri müəyyən edin. Reduksiya, mexanika, sulfat ilə doğru cavabımız A variantıdır. Reduksiya bura düşür ikinci hecəyə. Mexanika xaya düşür ikinci heca. Sulfat ikinci heca. Sonra tangens birinci heca. Vektor birinci heca. Molekul ikinci heca. Sintez birinci heca. Analiz ikinci heca. Atom birinci heca. Vegetasiya taya düşür üçüncü heca. Reaksiya ikinci heca. Kafedra birinci heca. Fizika ikinci heca. Kimya birinci heca. Tarix ikinci heca. Ümid edirəm ki, anladınız dostlar. 22-ci suala baxırıq. Vurğusu birinci sözün üzərinə düşən mürəkkəb sözləri müəyyən edin. Ot biçən. Vurğusu əsasən biz bilirik ki, əsasən, yəni daha çox hallarda mürəkkəb sözlərdə vurğu sonuncu hecanın üzərinə düşür. Yəni ikinci sözdə daha çox vurğunu görürük. Amma bəzi sözlərimiz istisnalar var ki, o istisnalarda vurğu əsasən birinci sözdə, birinci hecanın, yəni ümumiyyətlə birinci sözün üzərinə düşür. Ot biçən sözündə vurğu sonuncu hecəyə düşür. Bizə lazım deyil ümumiyyətlə. Ağdaş sözündə ağın üstünə düşür. Ağdam, ağın üstə dünya görüşü. Yanın üzərinə düşür. Yəni ikinci hecəyə. Qızıl güldə də ikinci hecəyə düşür. Doğru cavabımız elə qaldı B variantı. Digərlərinə baxmağa ehtiyac yoxdur. 23-cü sual. Hansı sözlərdə vurğu axırıncı hecəyə düşmür? İngiltərə. Burada 2-yə düşür. İndi görə 1-i götürürük. Bir olmayanlarımızı atırıq. Anormal sonuncu hecəyə düşür. 2. Deməli götürmürük, çünki axırıncı hecəyə düşməyənləri istəyir. Ramiz sonuncu hecəyə düşür, yəni ikinci hecəyə lazım deyil bizə. Nümunə sonuncu hecəyə düşür, lazım deyil bizə. Sifariş atırıq. Quzuqulağı axırıncı hecəyə düşür, atırıq. Qarabəniz atırıq. Sapsarı götürürük. 1, 8-i götürdük deyə B-ni çıxdıq. Doğru cavabımız qaldı C variantı. Gəlin 9-a da baxaq. Coğrafiya raya düşür, yəni ikinci hecanın üzərinə, ona görə doğru cavabımız qaldı C variantı. 24-cü sual. Hansı sözlərdə sait uzanması birinci, vurğunun yeri ikinci hecadadır? Laləzar. A burada uzanır dostlar. A uzanır. Vurğu isə sonuncu hecanın üzərinə düşür. Amma vurğunun ikinci hecəyə düşənini istəyir. Yəni bizə bir lazım deyil. Çünki birdə vurğu sonuncu hecəyə, yəni üçüncü hecəyə düşür. Deməli biz bir olan variantlarımızı atırıq avtomatik. Laqeyd. Bəli, A uzanır. Laqeyd. Vurğu sonuncu hecəyə düşür. Yəni ikinci hecəyə. Deməli 2-ni götürürük. Biz 2 olmayan variantımızı atdıq. Laboratoriya. Ümumiyyətlə burada uzanma yoxdur. 3 bizə lazım deyil. Bilavasitə. Vurğu əvvələ düşür. 4 bizə lazım deyil. Asayiş. Yişə düşür vurğu, yəni sonuncu hecəyə düşür. Uzanma isə asayiş ikinci A uzanır. Amma bizdən vurğunun yerinin ikinci hecədə olmasını istəyir. Və bizdə bu sözdə vurğunun yeri sonuncu, yəni üçüncü hecədədir. Deməli 5 bizə lazım deyil. 5-i atırıq, doğru cavabımız qaldı D variantı. Gəlin digərlərinə baxaq. Xaincəsinə. Bəli, A uzanır. Deməli vurğu da sonuncu hecə, yəni xaincəsinə sona düşür. Namus sözündə də A uzanır, vurğu bura, yəni ikinci hecəyə düşür. Doğru cavabımız qaldı D variantı. 25-ci sual. Vurğusu birinci hecəyə düşən sözləri müəyyən edin. Məgər birinci hecəyə düşür, biri götürürük. Artıq ikinci hecəyə düşür. Gəlsənə səyə düşür, yəni ikinci hecəyə, yəni 3-ü götürmürük, 3 bizə lazım deyil. Bəli, 4-ü götürə bilərik, çünki vurğu birinci hecəyə düşür. Bunu atırıq, qaldı cavabımız B variantı. Yəni 6-ya da baxaq, təki sözündə təki. Vurğu ikinci hecəyə düşür. Üzr istəyirəm, birinci hecəyə düşür, təyə düşür.
Vurğu son hecəyə düşməyən sözlər hansılardır? Son hecəyə düşməyənləri götürürük. Məncə sözündə vurğu birinci hecəyə düşür. Yəni biz biri götürməliyik. Bir olmayan variantları atırıq. Görünür, ür sonuncu hecəyə düşür. İkini götürmürük. Əlbəttə B-yə düşür burada. Yəni ikinci hecəyə düşür. Biz götürməliyik. 3-ü götürdük. 3 olmayan variantlarımızı çıxsaq, nə oldu buna? Aha. 3 olan variantlar olmayanı çıxsaq qalacağımız C variantı. 1, 3, 4. Gəlin 4-ə də baxaq. Sanki sözündə vurğu birinci hecəyə düşür. 27. Hansı cərgədə ahəng qanunu pozulmuş sözlərdən yalnız birində uzun tələffüz edilən sait var? Yalnız birində uzun tələffüz olunsun. Qiyafət, minarə, hər ikisində uzanma var, atırıq. Gümrah şəhər, heç birində uzanma yoxdur, atırıq. Mətanət, sahil, hər ikisində uzanma var, atırıq. Sənaye, stəkan. Deməli, götürürük. Doğru cavabımız elə B variantıdır. Hər iki sözdə ahəng qanunu pozulub və yalnız sözlərin birində uzanma var. Deməli, B doğru cavabdır. D-yə baxırıq. Yeganə, nümunə, hər ikisində uzanma var, atırıq. Doğru cavabımız qaldı B variantı. 28-ci sual. Hansı cərgədə ahəng qanunu pozulmuş sözlərdən yalnız birində uzun sait var? Sükunət, hekayə, hər ikisində uzanma var, atırıq. Sənaye bərabər uzanma, hər ikisində də atırıq. Yeganə, fabrik. Hər iki söz ahəng qanuna tabe deyil və yalnız sözlərin birində uzanma var deyə doğru cavabımız elə olur C variantı. Elat, Çınar, heç birində uzanma yoxdur. Cəsarət, rəşadət, hər ikisində uzanma var, atırıq. 29-cu sual. Vurğusu ikinci hecəyə düşən sözlərin müəyyən edir. Lövhəcik sonuncu sait üzərinə düşür deyə atırıq. Bir bizə lazım deyil. Bir olanlarımızı atsaq belə. Qürurla. Vurğu rura, yəni ikinci hecəyə düşür. 2-ni götürürük. 2 olmayanları atırıq. Qəflətən. Birinci hecəyə düşür. Lazım deyil bizə. Nəsihət. Sonuncu hecəyə düşür. 4. Və ikinci hecəyə düşən istəyir bizdən. Lazım deyil. 4 bizə. Doğru cavabımız qaldı. Gələrkən lərə düşür. İkinci hecəyə düşür. Deməli, doğru cavabımız C variantıymış. 30-cu sual. Uzun saiti birinci vurğusu sonuncu hecədə olan sözləri müəyyən edin. Abunə. Burada uzanma yoxdur. Bir olan variantlarımızı atırıq. Ahəstə. Deməli, birinci sait, A sait uzanır və vurğu sonuncu hecəyə düşür. 3-ü götürürük. 3 olmayanımızı atırıq. Ehtimal. Uzanma yoxdur ümumiyyətlə. Burada 5-i çıxırıq. Doğru cavabımız qaldı variant. Gəlin 4-dən 6-ya baxaq. Daimi. Bəli, A sait uzanır birinci hecədə. Vurğu sonuncu hecəyə i-nin üzərinə düşür. Xanəndə. Deməli, A saiti birinci hecədə uzanır. Sonuncu hecədə olan ə saitin üzərinə isə vurğu düşür. Deməli, doğru cavabımız olur A variantı. 31-ci suala baxırıq. Vurğusu dəyişməklə mənası dəyişən sözlərin müəyyən edin. Lirika. Əgər lirik sözü olsaydı, bəli, götürə bilərdik ki, lirik sözü vurğusunu dəyişməklə mənası dəyişən bir sözdür. Amma lirika sözündə elə necə var, elə qalır. Yəni, heç bir məna vermir, yalnız bir məna verir. Vurğusunu da dəyişmək mümkün deyil. Yəni, doğru cavabımız yəni birdir. Bir olan variantımızı çıxırıq. Klinika sözündə vurğusu dəyişməklə mənası dəyişən söz deyil. 2 olanlarımızı atırıq, doğru cavabımız qaldı E variantı. Digərlərinə gəlin baxaq. Deməli, 4-ə baxırıq. Elektrik sözü, bəli, o tipli sözdür. Bayaq işlətdiyimiz nümunədə onu götürürük. 5-ə baxırıq, şaxta. Biri var liftin şaxtası, bir də var ki, şaxtalı hava məsələn o mənada işlənir. Deməli, doğru cavabımız qalır Y variantı. 32-ci sual. Hansı nümunədə fərqləndirilmiş sözlərdə vurğu birinci hecəyə düşür? Vaqif, öyünmə ki, kəmalımız var. Deməli, burada vaqif sözü normalda tək işlənəndə vurğu sonuncu hecəyə düşür, yəni ikinci hecəyə. Amma xitab kimi işlənəndə vaqif birinci hecəyə düşür. Deməli, biz biri götürürük. Bir olmayan variantlarımızı atırıq. Epiqraf, bədii əsərin əvvəlində verilir. Epiqraf, ikinci hecəyə düşür, i saatinin üzərinə düşür. 2-ni götürmürük, deməli, atırıq. Doğru cavabımız qaldı Y variantı. Gəlin 3-dən 5-ə baxaq. Vahid, sorma vətən nədən yaxşıdır? Vahid, burada birinci hecəyə düşür. 5-də də ədəbiyyatşünaslıqda da aslında epos da deyilir. Epos, E saatinin üzərinə düşür vurğu. Doğru cavabımız qalır Y variantı. 33-cü sual. Sait uzanması ikinci, vurğusunun yeri 3-cü hecada olan sözlərə müəyyən edin. Uzanma görə harada var? Qrafika sözünün ümumiyyətlə uzanma yoxdur. Bir olan variantları atırıq. Təlatüm, təlatüm. A saiti uzanır və ikinci hecadadır. Vurğu isə 3-cü hecəyə düşür. Deməli, biz 2-ni rahatlıqla götürə bilərik. 2 olmayan variantımızı atırıq. Zabitlik. A saiti burada uzanır və vurğu sonuncu hecəyə düşür. Yəni 3-cü hecəyə düşür. Deməli, cavablarımızın biri 3-dür. 3'ü varsa, deməli 3 olmayan atırıq. Doğru cavab qaldı B variantı. Üzr istəyirəm, C variantı. 2, 3, 4. Gəlin 4-ə də baxaq. Yubilyar.
uzanma var, ikinci hecadadır. Vurğu deməli üçüncü hecadadır, yubilyar sonuncu hecadadır, yəni C variantı idi. 34-cü suala baxırıq. Deməli vurğusu birinci hecada miqrasiya. Miqrasiya sözündə vurğu ikinci hecaya düşür. Yəni A-nı biz yazırıq bura. Parametr. Parametr sözündə raya düşür, yəni ikinci hecaya düşür. Deməli B də 2-yə gedir. Qəhqəhə sözündə sonuncu hecaya düşür, yəni üçüncü hecaya. Deməli 3-ə biz C-ni yazırıq. Kompleks. Deməli sözündə vurğu birinci hecaya düşür. Deməli biz 1-ə Y-ni yazırıq. Və D-yə baxırıq. Natamam sözündə vurğu sonuncu, yəni üçüncü hecaya düşür. Ona görə D-ni də 3-ə yazırıq. 1 Y, 2 A, B, 3 C, D. Belə. Dostlar, bugünkü videomuzun da sonuna gəlib çatdıq. Gördüyünüz kimi ahəng qanunu, heca və vurğu bölməsini işlədik. 34 sualdan ibarət idi. Qeyd edim ki, bir daha əvvəlki bölmənin izahı YouTube kanalımızda yerləşdirilmişdir. Deməli, izahlarımızdan yararlana bilərsiniz, faydalana bilərsiniz. İnşallah növbəti videomuz artıq sözün fərqli xüsusiyyətləri haqqında olacaqdır. Ümid edirəm ki, sizlər üçün müəyyən qədər faydalı, xeyirli olduq. Və əgər hansısa bir sual sizə qaranlıq qalarsa, deməli müəmmalı qalarsa, o zaman mütləq şəkildə xahiş edirəm ki, şərhlər bölməsində bu barədə yazasınız, bildirəsiniz və inşallah ki, cavablandırmağa çalışacağıq. Gələn videolarımızda görüşmək ümidi ilə hələlik.